Günlərin birində bir qoca kişi vardı, çox əziyyət çəkirdi orucluqda. Amma bu il orucluğu elə qəşəng asan keçirmişdi. Gəldi mollaya, dedi ki, sənə minnətdaram orucluqdan sonra fitir bayramında. Dedi, sənə minnətdaram, təzə mübəlliğ gəlmişdi həmən kəndə. Dedi, minnətdaram sənə, sənin hesabla bu illəri Ramazan ayında kef eləmişəm, çox rahat tutmuşam. Dedi, niyə mənim hesabımla, nə olub ki? Dedi, çünki sən əvvəl günü danışanda dedin ki, az qoz yeyə bilərsiniz. Az qoz, mən də elə qozdan xımır yedim, elə az yedim, ləzzət edim. Dedi, qardaş, mən haçan demişəm, az qoz yeyə bilərsiniz. Dedi, yox, belə demədin, başqa ifadə ilə dedim, məna belə çıxdı. Dedim, necə dedim axı mən? Dedi, sən dedin ki, az qoz orucu batil eləmir. Deyirə, qardaş, mən dedim, az toz orucu batil eləmir. Az toz boğaza getsə, orucu batil eləməz. Nəinki bu kişi də elə başa düşüb ki, az qoz, gedib evdə yavaş-yavaş yiyib ondan, ona görə çox qəşəng keçirdi. Ona görə, əzizlərim, qardaşlar, bu bir zarafat idi. Amma həqiqətən insan oruç tutanda o risalədəki işlərdən, batil eləyən işlərdən çəkinmək deyil oruc. O orucun zahiridir, o orucun fikridir, o orucun şəriətidir. Bəli. Hər kəs yeməsin, içməsə və s. Amma ondan əlavə qeybətdən çəkin, böhtandan çəkin, yalandan çəkin.